Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Tabaodan necə sifariş vermək olar və məhsulları necə seçmək olar, bunlar haqqında sizlərə məlumat verəcəm. Təbii ki, bu videonu hissə-hissəyə böləcəm dostlar. Yəni ki, İlk öncə Tabaodan sifariş verəcək, daha sonra bu məhsulların kargo ödənişini necə etməliyik və bəyan necə edirik, hamısını hissə-hissə sizlərə izah edəcəm. Çox uzatmadan keçək telefonumuza və Tabaodan necə istifadə edə bilərik və məhsulları necə sifariş edirik, bunlar haqqında sizlərə məlumat verək. Proqramını açırıq və Tabao proqramından necə sifariş vermək olar, bunları sizə izah eləyək. İlk öncə canlı mən birbaşa Tabaonun özündən olan karqona, yəni ASE karqona necə sifariş vermək olur, onu göstərəcəm. Qeyd edeyim ki, əgər Tabaodan necə qeydiyyatdan keçmək olar və bu proqramdan qeydiyyatdan keçməyi bilmirsinizsə, bu videonun açıqlama bölməsinə kanalımızda olan Tabaodan qeydiyyatdan keçmə videomuz var. Oradan siz izləyərək Tabaonu asanlıq bir şəkildə qeydiyyatdan keçə bilərsiniz dostlar. Tabaoya girdikdə təəssüflər olsun ki, hələ burada ingilis dili və Azərbaycan dili yoxdur, yəni Çin dilində gəlir. Əgər hər hansı bir məhsul axtarmaq istəyirsinizsə, bunun ən asan variantını mən sizlərə göstərim. Burada axtarış bölməsi var. Daxil olursunuz google.com-a, yəni ki, Translate proqramına daxil oluruq. Translate proqramına daxil olduqda burada Azərbaycan dili seçib, daha sonra çevirdiyiniz dili Çin dili seçə bilərsiniz. Buradan misal üçün mən axtarış olaraq Çin dili seçirəm. Baxın, burada daha buna əvvəl axtarış eləmişəm. Çin dili sadələşdirilmiş də seçə bilərsiniz, fərqi yoxdur. Yəni, hər hansısa bir məhsul axtarmaq istəyirəm, misal üçün, buradan mən bir dənə məhsul axtarmaq istəyirəm, mikro SD kart, bu şəkildə axtarış etmək istəyirəm. Bunu bir şəkildə buradan kopyalayırsınız. Yəni, fərqli məhsullar adını tərcümə etdirə bilir. Kopyalayırsınız və Tabao proqramına daxil olursunuz. Olduqda burada ana səhifəsində axtarış bölməsi var. Qeyd edim ki, şəkillə də axtarış sistemi var. Və buradan yazını axtarış eləmək istəyirsə, burada mənim etdiklərimi eləyərək, burada paste edirsiniz. Birinci seçənək kimi avtomatik yapışdırır. Və burada axtarış düyməsini basırsınız. Axtarış düyməsi basdıqda, baxın, mən SD kart axtarmışam, mikrokart və burada fərqli qiymətə mikrokartlar çıxır və yaxud da paltar yazıb axtarış eləyə bilərsiniz. Buradan istədiyiniz məhsulları axtarış eləyə bilərsiniz. Bir digər bunun variantında, əgər aldığınız məhsulun açıqlamalarına baxmaq istəyirsinizsə, ekran tərcümə eləyən proqramlar var dostlar. Hansı ki, Google Play Store-da linklərini əlavə eləyərəm açıqlamalara. Yəni ki, ekranı açırsınız, hər hansı bir məhsulun açıqlamalarına girdikdə burada tərcümə eləyir. Mən bugün sizlərə sifariş qaydasını göstərəcəm. İndi mən buradan bir dənə özümə məhsul seçim dostlar. Yəni hər hansısa bir məhsul seçim, daha sonra sifariş qaydasına keçək. Ekran birbaşa səbətə əlavə eləyirəm. Bax, burada fərqli seçənəkləri var. İstəsiniz buradan baxa bilərsiniz. İndi yəqin ki, növünə görə qiyməti dəyişilir. Misal üçün, bunu seçmək istəyirəm. Baxın, bir kere klik elədim və səbətimə əlavə etmiş oldum. Səbətimə əlavə etdikdən sonra burada səbət düyməsi var. Bir kere səbət düyməsinin üzərinə sıxdıqda artıq birbaşa səbətimizdə həmin məhsul görsənir. Bu məhsuldakı almaq üçün, burada səbətini təsdiqləmək üçün bu düymənin yanındakı quş işarəsini işarələdikdə birbaşa seçmiş olursunuz. Və yaxud da əgər səbətinizdəki məhsulu silmək istəyirsə, birbaşa buradan sensordan sürüklədikdə burada gördüyünüz kimi silmə düyməsi var. Birbaşa silib və yaxud da favoritlərə əlavə eləyə bilərsiniz. Mən seçirəm və burada aşağıdakı gördüyünüz kimi təsdiqləmə düyməsi var. Buna bir kere klik edirəm. Yəni, bir məhsulu səbətimə əlavə edirəm. Bu şəkildə ekran gəlir. Deməli, burada belə bir məsələ var. Mən buradan qeydiyyatdan keçmişəm dostlar. Yəni, fin kodumu, adresimizi falan hər bir şey əlavə etmişəm. Bunu da bilməyənlər üçün videonun başında qeyd eləmişəm. Yəni ki, həmin videoya baxaraq necə qeydiyyatdan keçmək olar. Bizim kanalımızda video var. Yəni ki, klik eləyib baxa bilərsiniz. Məhsulumuzun qiyməti 0.87 sent, yəni ki, 1 dollara demək olar gəlir. Burada belə bir məsələ var dostlar. Bunu sizlərə izah edeyim. Baxın, misal üçün, indi burada çatdırmaq üçün ASE kargo var. Yəni, birbaşa çatdırır. Bu sizə, bu ASE kargo çəkiyə görə, ölçüyə görə sizdən ödəniş alır. Yəni, Temudakı kimi birbaşa səbətimə əlavə edeyim, sifariş verin, pul verməmiş birbaşa mənim adresimə gəlin, belə bir şey yoxdur. Yəni, kargo şirkətləri sizdən əlavə çəkiyə görə ödəniş alacaq. Onu da ki, hissə videolara ayıraraq kargo ödənişini necə edirik və bəyannaməni necə edirik, məhsul bizə gəldi, çatdı mı, çatmadı mı, hamısını bir-bir sizlərə göstərəcəm. İlk etapda sifariş verməyi göstərirəm. Baxın, burada ASE kargo standart var, burada ASE kargo maye var və elektronik var. Birbaşa evinizə göndərmə və gəlal nöqtəsi. Bu nə deməkdir?
Birbaşa evinizə göndərmə, yəni sizin birbaşa ünvanınıza kuryer gəlib çatdırır. Açıqcası bunu məsləhət görmürəm. Yəni siz həmin vaxtda kuryer gəldikdə evdə olmaya bilərsiniz. Yəni misal belə problemlər çıxa bilər. Gəlal nöqtəsində, yəni bu ASE Kargo hansı məntəqələrə çatdırırsa, atıram ki, siz Bakıda yaşayırsınız, ASE Kargonun ünvanı haradasa, yəni məntəqələr olur da, Temudan sifariş verəndə bilmiş olarsınız. Hansı kargo gətirirsə, onun məntəqəsi olur. Həmin məntəqəyə gedib yaxınlaşıb, yəni məhsulunuzu götürürsünüz. Adətən də bu ASE Kargo məntəqələri poçtda olur. Yəni postdan gedib təhvil alırsınız. Məsəl üçün mən standartı seçmişəm və gəlal nöqtəsini seçmişəm. Burada sizin ünvanınız qeyd olunur və burada post adresiniz. Təbii ki, bunu düzgün bir şəkildə qeyd etməlisiniz. Yəni post ünvanınız yaxınlığınızda olan post ünvanınız indeksi nədirsə, onu yazırsınız. Bunu da videomuzda izah eləmişəm. Əgər bilmirsə, buradan birbaşa dəyişdir dedikdə, baxın mən burada indi redaktə et düyməsi var. Buna bir kere klik edirsiniz. Orada qələm düyməsi var. Qələm düyməsinə bir kere klik etdikdə, burada gördüyünüz kimi sizdən soruşur. Baxın, mən burada telefon nömrəmi indi güvənlik üçün, yəni bunların üstünü bağlamışam, fin kodumu yazmışam və postun indeksi adresini yazmışam. Yəni fin kodla post indeksi düzgün şəkildə qeyd olunmalıdır. Yəni sizin adınıza və posta gələcək. Bu şəkildə qeyd etdikdən sonra təsdiqləyirsiniz, adresiniz əlavə etmiş olur. Yəni ki, çox sadə bir şəkildə. Adres əlavə etdikdən sonra baxın, seçdiyim məhsul budur. Yəni ki, məndən bu qədər ödəniş alacaq. Burada aşağıda ödəniş düyməsi var. Onu bir kere sıxıram. İndi ilk öncə sıxmamışdan əvvəl nə ilə ödəniş edəcəksə onu seçirsiniz. Misal üçün burada baxın, kartlar var. Visa şəklində, Mastercard şəklində kart seçənəkləri var. Bir kere ora klik eləyirəm. Yəni ki, kart məlumatlarımı yazıb ödəniş eləmək üçün. Baxın, burada məndən kart məlumatları istəyir. Dostlar, adətən də istəsəz bunu ekranı tərcümə də eləyə bilərsiniz. İstəsəz, yəni bu şəkildə də eləyə bilərsiniz. Məsələn, burada kartın nömrəsini, kartın üzərindəki adını və burada kartın, yəni ki, bitmə tarixini yazırsınız və baxın, bitmə tarifi buradadır. Burada ad soyadı. İndi mən bunu qeyd edeyim. Baxın, indi burada Çin dili olduğu üçün biraz baş qarşılığı ola bilər. Burada necədir dostlar? Kartın nömrəsini bura əlavə edirsiniz. Mən tez bir şəkildə əlavə edəcəm. Deməli, burada ad, soyad əlavə edirsiniz. Baxın, bu addır, bu da soyad əlavə edirsiniz. Bu isə kartın bitmə tarifi. Baxın, görürsünüz ki, MMYY şəkildə. Yəni, kartın üzərindəki bitmə tarixini və ilini yazırsınız və üst rəqəmli CV kodunu yazırsınız. Yəni ki, arxasındakı üst rəqəmli kartın ödəniş etdikdə kodu olur. Onu yazıb təsdiqləyirsiniz. Mən indi tez bir şəkildə burada kart məlumatlarımı yazım, ödəniş edeyim. Ondan sonra videomuzun davamını çəkək. Mənim kartım burada artıq əlavə olunmuş olacaq. Yəni videonu uzatmamaq üçün kartımı birbaşa bura əlavə etmişəm. Baxın, bu ekranı atdıqda ilk öncə redaktə et bölməsini sıxırsınız. Redaktə et bölməsini sıxdıqda burada ekrana sizə məntəqələr gələcək. Yəni hansı ünvana çatdırırsınızsa, yəni hansı məntəqəyə çatdırırsa onu seçirsiniz. Misal üçün mən indi burada ikinci seçeneği seçirəm, yəni yaxınlığımda olan və yaxud da post adresini, yaxınızda olan post adresini seçə bilərsiniz. Bunu ilk öncə seçirsiniz və təqdim edirsiniz. Yəni ki, hansı ünvandan gəlib götürəcəksinizsə onu seçirsiniz. Və əlavə etdikdən sonra baxın, burada ödəniş düyməsi var. Ödəniş düyməsinə bir kere sıxırsınız. Sıxdıqda baxın, bu şəkildə sizdən ödəniş alır. İndi ödəniş prosesi bitsin. Daha sonra ekranda gələnlər nə prosesi varsa hamısını sizə bir-bir göstərir. Və bu şəkildə baxın, gördüyünüz kimi mənim məhsulum gəlir. Bu məhsulu buradan, yəni ki, ödəniş, baxın, gördüyünüz kimi həmin adresə, yəni ki, mənim sifariş verdiyim adresimə bu şəkildə ödəniş olundu. İlk öncə mən burada qeyd etmək istəyirəm ki, birinci dəfədən ödəniş edib, məndə 3D security işləmədi. Amma ikinci dəfədən sizdə ola bilsin ki, 3D security, yəni ki, hansısa bir məhsula ödəniş etdikdə üst rəqəmli kod gəlir, onu daxil etməli olasınız. Yəni, məndə gəlmədi. Bu şəkildə ödəniş etdikdən sonra belə bir ekran gəlir. Burada indi Çin dilində gəlir. Təbii ki, burada yəni ki, gözləmək qalır. Buna baxaq görək, burada nə seçənəkləri var. Burada dostlar, 2 dənə seçənək var. Yəni ki, hansı ki, məhsulu yenidən al seçənəyidir. Yanındakı bir dənə seçenek də daha var. Baxaq görək. Bu əslində Çin dilindədir. Tərcümə edib siz baxa bilərsiniz. Bu şəkildə, yəni ki, məhsulunuz yoldadır. Burada sifariş verdiyim vaxtı da göstərir. 2026-03-11 yadələrində məhsulumu sifariş vermişəm. Bu şəkildə. Yəni ki, sifarişimiz bu şəkildə dostlar. Yəni ki, məhsul sifariş verməyə necə olur, bunu göstərdik. Daha sonra indi iləriki videolarımızda bunu necə bəyan etmək lazımdır, necə ödənişi olunur
və təhvil aldıqda bu məhsulu sizlər üçün göstərəcəm. Videosunu çəkəcəm dostlar. Videomuz bu qədər idi. Təbii ki, kanalımıza abunə olmayan dostlarımız var. Fikir verirəm dostlar, həqiqətən videolarımızı çox adam izləyir və abunə olmur. Bizə dəstək olun və bizim kanalımıza abunə olun ki, biz də belə faydalı videoları sizlərin qarşısında olaq dostlar. Təqdim etdiyi Fikirli kanalı.